Deməli Yusif, sifətdə 70-ci sual səndə səhvdir. Həkim xəstə müayinə edirdi. Cümləsində ilk iki sözü ilə bağlı oxşar cəhətlər müəyyəndir. Deməli ilk sözümüz hansıdır? 2 dənə sözümüz. Həkim sözüdür. Bir də xəstə sözüdür. Xəstə. Həkim sözü hansıdır? İlk hissəsidir. Həkim kimin ismi? İsim. Xəstə sözü. Xəstə, necə sifət? Bəli, necə sifət? İndi bax, gəl cümlənin sintaktik təhlil etsə, nə edirdi? Müayinə edirdi. Kim? Həkim. Kimi? Xəstəni. Burada xəstə hansı suala cavab verir? Xəstə. Kimi sualına da, yəni kimi sualına, kim sualına cavab verir? Eləmi? Burada xəstə sözü səncə sifət olaraq isimləşib, isimləşməyib? Xəstə, isimləşib. İsimləşib, çünki ismi sualına cavab verib, eləmi? Bəli. İsimləşib. Yəni, normalda cümləmiz necə olmalı idi? Həkim, Həkim. xəstə adamı müayinə edirdi də. Adam ismini atıb, xəstə nə edib? Gəlib onun yerində durub. Gələk indi baxaq. Adlı haldadır. Bu adlı haldadır. Xəstə hansı haldadır? Kimi sualı hansı halda Kim, kimi nəyə haranı hansı halda idi? kimin haranı? Təsirlikdə. Hansı halda idi? Təsirlik. Təsirlik. Qeyri-mən təsirlik haldadır. Sadəcə xəstə ni buradan yaddan çıxıb. Xəstəni. Götür vermə onu. Xəstəni. Deməli, adlı halda olmaq onların ortaq ola bilər? Xeyr olmaz. İsmin sualına cavab verir. Bu da ismin sualına cavab verir. Burada oxşar ola bilər. Çünki isimləşib də. Qrammatik cəhətdən isimdir. Burada yazmışıq da. İsimdir ikisi də. Xeyr. Bir isimdir, biri sifətdir. Əsas nitq hissəsidir, bəli. Cavabımız nə olacaq? 2, 4, 2, 4, C var. C var.